Salam olsun əziz izləyicilərə. Salam olsun o taylı, bu taylı qardaş bacılarıma. Salam olsun Turan coğrafiyasında yaşayan xalqlara, millətlərə, soylara. Bugün mübarək bir gündür. Bugünün gecəsi də mübarəkdir. Birincisi, İslami təqvimlə müqəddəs 3 ayların birincisi başlayır. Rəcəb ayı. İkincisi, astronomik dəyişiklik var. Ən uzun gecədir, qış fəsli gəlir və çillə gecəsidir. Diqqətlə istəyərdim qulaq asasınız, bəyənib paylaşasınız, fikirlər yazasınız. Çünki çoxunuz yəqin ki, bu barədə bilmirsiniz. Bu verilişdə tək mən danışmayacağam. Birazdan. Ümumiyyətlə, əvvəldən başlamaq istəyirəm ki, mahiyyətini anlatmağa çalışıram ki, dünya yaranandan dualistik mübarizə özünü göstərir. Gecə, gündüz, xeyir, şər, soyuq, isti və s. Yəni, bu ikisinin mübarizəsidir. Əslində, bu ikisi bütöv bir tamdır. Bir-birini davam elətdirir, bir-birinin inkişafına səbəb olur. Və qədim xalqlarda lap belə din olmamışdan öncə də, elə zərdüştülükdə də, sonra semit dinlərdə də xeyirlə şərin mübarizəsidir. Və qədim zərdüştülükdə, şamanlıqda, bizim ulusumuzda, kökümüzdə nə qədər dünya işıqlı olurdusa, bir o qədər xeyrin hakim olduğu qənaətinə gəlirdilər. Amma qaranlıq olduqca müəyyən sıxıntılar olurdu. Qaranlıq şərin mücəssəməsi demək idi, soyuğun hakimliyi demək idi, qaranlığın daha çox hökmranlıq elədiyi bir məqam idi. Bax, bugün həmin o qədimlərdən süzülüb gələn bir mərasimi, bayramda demək olar qeyd edirlər. Necə ki, yaz gecə gündüzü bərabərliyində martın 20-si, 21-i Novruz bayramı keçirilir. Yay bayramı da qədimlərdə olub bizdə 21-22 iyuna təsadüf edən. Sonra payızın gəlməsidir. Bunun üçün xüsusi mərasimlər olub sentyabrın 21-22-si. Bu, niyə 21-22-si deyirəm? Çünki bu sırf astronomik ölçülərə hesaplanan bir qənaətdir, bir mənbədir. Günəş Qoç bürcünə daxil olanda, Həmməl bürcü deyilər, o bürcə daxil olanda artıq yaz fəsli başlayır. Xərçəng bürcünə daxil olanda yay fəsli, Tərəzi bürcünə daxil olanda isə payız fəsli başlayır. Yəni, payızda da yaz, gecə, gündüz bərabərlik olur, sonra gündüz qısalır, gecə isə uzanır. O, indi dekabrın 21-i, bəzən 22-sinə də düşür bu gecə. İlin ən uzun gecəsi olacaq. Ayın 21-i Bakı vaxtı ilə saat 16:04-də Günəş Oxatan bürcünü tərk edib Oğlaq bürcünə daxil olacaq. Bu, astronomik göstərici qışın gəlməsinə dəlalət edir. Bəzən bu bürc adını çəkmirlər, halbuki elmi özləri ona hesablayıb deyirlər. Yəni, astroloji məsələlərdən insanları uzaqlaşdırmaq məqsədi daşıyır. Bu barədə çox danışmışam, amma bugün bayramdan danışmaq istəyirəm və həmin o bayram niyə keçirilir? Çünki qaranlığın ən pik nöqtəsidir. Ən hökmranlıq elədiyi yayda 21 iyul, tutaq, iyul, həmin vaxt ən uzun gündüz olduğu kimi, burada da tam 6 ay qarşısında ən uzun gecə olur. Və qış fəsli başlayır, soyuqlar düşür, donur. O, bəzən deyirlər çillə çıxartmaq, nə bilim, filan kəs çillə çəkir, əziyyət çəkir, yəni. Yəni, o çillə də oradan gəlir. Böyük çillə var, kiçik çillə var, bozay var. Bunlar bilirsiniz, kanalımızda dəfələrlə bu barədə danışmışıq. Amma o qaranlığın acığına deyək, qaranlığa qalib gəlmək üçün nə edirlər insanlar? Bir araya gəlirlər, deyirlər, gülürlər, şənlənirlər, bayatılar deyirlər. Çox təəssüf ki, Güney Azərbaycanda daha gözəl keçirilir. Türkiyənin Azərbaycan şəhərləri olan Qarsda, İğdırda, Ərdahanda, hətta Diyarbəkirə qədər keçirilir. Hətta Tataristanda, Kazan şəhərində də möhtəşəm keçirilir. Amma Quzey Azərbaycanda o qədər də populyar deyil. Hətta bir çoxlarının
xəbəri yoxdur ki, Güney Azərbaycanda bu bayram Novruz qədər, bəzi məqamlarda hətta Novruzdan da daha çox, daha güclü şəkildə keçirilir. Quzey Azərbaycanda Lənkəran bölgəsində, yəni cənub bölgəsində, bir də Naxçıvanın əksər bölgələrində bu qeyd olunur. Zərdüştlükdən gələn bir amil var ki, süfrədə, bayram süfrəsində mütləq bir nar olurdu. Amma bu bayramda qarpız da olmalıdır. Qarpızdır, balqabaqdır, yəni boranı, sonra dediyim kimi nar, sonra o quru yemiş deyirlər, yəni yemiş, qarpız yemiş mənasında, yemiş yəni yeyilən, qurudulmuş, nə bilim, bunun içində püstəsi var, badamı var, fındığı, qozu, şirniyyatı xüsusən. Bizim bütün bayramlarda onsuz da şirniyyat olur, xüsusi yeməklər olur. Mütləq amma qarpız və nar olmalıdır. Çünki bayatılarda, çillə ilə bağlı bayatılarda o adlar mütləq çəkilir. Və yəqin ki, Güney Azərbaycan Instagram səhifələrində artıq çox intensiv şəkildə bu barədə deyimlər, rəqslər, mahnılar səslənir. Mən gördüm orada 200-ə qədər uşaq xorla bu bayatını deyirdilər. Bir gün olur, gün çıxacaq. Buludun yerin alacaq. Yaz gəlib yurdumuza, yenə güllər açacaq. Yaz gələndə yurdumuza, yenə də güllər açacaq da demək olar. Sonra xorla hamısı deyir ki, buluduz yağar olsun, sularız axar olsun, çillə mübarək olsun. Yəni o ən uzun gecəyə mübarəklik demək, onu müsbətə çevirməkdir. Hamı oturur, deyir, gülür. Birazdan həmkarım İstanbulun lap belə mərkəzindən xahiş elədim, Güney Azərbaycanda keçirilən bu mərasimlə bağlı onun mahiyyətindən danışsın. Elyaz Yekəndi, Amerikada yaşayan Güneyli jurnalist dostumuz, bizim kanaldan da yaxşı tanıyırsınız. Ən müxtəlif və dəyərli reportajlar bizim kanala təqdim edir. Burada ən birinci astronomik olaydır, Oğlaq bürcünün başlaması. Oğlaq bürcü həm də astrologiyada qara magiya, daha çox mənfilik işarəsi. Orada o bürc altında doğulanlardan getmir söhbət. Dövründən gedir söhbət. Qara magiya işarəsidir. O şəklin özü, oğlağın özü. Ta ki, əqrəb ağ magiyadırsa, müsbət. Oğlaq bürcü qara magiya kimi sayılır. Biraz da bu, bəlkə bu qışın özü iləndir. Hətta İsa Peyğəmbəri də həmin dövrdə doğulmuş kimi hesab edirlər ki, o qaranlığa qarşı çıxıb. Həmin vaxt Zərdüşt Peyğəmbərin də mövludu günüdür. Bu barədə demişik. Yuvarlaqlaşdırıb falan 23 dekabr kimi qeyd olunur. Amma ən uzun gecədə doğulub. O vaxt bu miladi təqvim yox idi. İlin ən uzun gecəsi də 2 gün fərqlə olur. Yəni bu dəfə də 21 idi. Yəni ona hətta o qədər qaranlıq, zülmət olub ki, ona göydən, o uşaq doğulanda deyilər göydən zər düşdü. Adı elə oradan qalıb, Zərdüşt. Zərdüştüdür adı, amma Zərdüşt kimi qalıb. Hətta Yunanlar onu Ora Asta deyirlər. Qədim şamandan da gəlir. Şamanların tarixi bilinmir. Əvvəli, sonu bilinmir. O qədər o göylə yerin əlaqələrindən, bu Yel Baba, Noruz Baba, nə bilim filan, bunların hamısı o şamanlıqdan gələndir. Sonra yavaş-yavaş sistemləşdirib, Zərdüştlükdə biraz sistemləşdirib. Və bu çilə bayramı da odur. Yəni qaranlıq daha çoxdur. Hamı deyir, gülür, nəğmələr oxuyurlar. Bir də körpələr öz nəslini, kökünü tanımağa yönəlik suallar verirlər. İndi də verənlər var, azdır. Ay nənə, babamla necə tanış olmuşsan? Məsələn, belə deyirlər. Hə, ya deyirsən, babamın qardaşı olub filan kəs, yaman danışırlar, o kim olub, o da başlayır onun qəhrəmanlığından, müsbətindən danışmağa. Nəsildə olan cavan gedənlərdən danışır ki, bəs belə ova getmişdi, dağdan yıxıldı, ya əlində güllə açıldı, ya nə bilim, dalaşdı, heyf və belə əziyyətlər çəkdi. Ondan da danışır. Uşaqların burada təkcə əhvalatlar toplusu deyil bu. Uşaqlar öz kökünə biraz da meyil eləyirlər. Amma indi az qala uşaqlar öz, nə bilim, əmisi uşaqlarını illərlə görmür, nə bilim, atasının əmisi uşaqlarını, ümumiyyətlə demək olar ki, çoxsu, mən o qədər dağınıqdır ki, cəmiyyət, xəbəri yoxdur, ümumiyyətlə bilmir onun nəyi var, kimi yox. Yəni, bax, belə uzaq, çox uzaq düşüb. Amma
o bayramlar bir yerə yığılır. Ən soyuqqanlı olan xristian dünyasında belə görürsünüz, yeni ildə istəyir prezident olsun, istəyir nə işləyir işləsin, nə kosmonavt olsun, yeni il günü valideynlərini gedib ziyarət eləməlidir. Bir araya gəl, həmən gün, bircə gün, bir saatlıq da olsa gəlib valideynlərinə dəyirlər. Baxmayaraq ki, çoxsu ateistdir, orta hesabla 40%-dən çox dinə inanmayanlar, Allah inanmayanlar da Avropada. Elə ölkə var, məsələn, Çexiya kimi ölkə 90% bir neçə ilin statistikasıdır. Bir neçə il bundan öncə. 90% ateist, elə yer var 30-dur. Mən orta hesabla deyirəm onu. Amma gəlirlər ki, bu ruh istəyir. Amma bizdə bayramlar çoxdur. Hələ İslami bayramlar öz yerində. Bunun Qədir gecəsi var, Ramazan bayramı var, Ramazanda paylaşmaq var, Qurban bayramı var. Sırf ondan ötürdü, qurban kəsib paylayasan. Sırf ondan ötürdü. Amma bizim qədim o türk gələnəyində, qədim o şamanizmdə, hətta o xalqların, millətlərin olmadığı, tam aydınlaşdırılmadığı, seçilmədiyi bir dönəmdə bu coğrafiyada o bayramlar keçirilirdi. Yəni şərə qarşı insanlarda birlik yaratmaq, nə bilim o bəzən olur o soyuğa şaxtaya düşəndə bir ocaq qalib yığılırsan, söhbət edirsən ki, insanlar donmasın, fikir yayınsın, nə bilim başqa şeylər. Bax bu bayram da ona yönəlik hesablanmış bir bayramdır. Həm elmi cəhətdən qanuna uyğunluq var, həm mənəvi cəhətdən, həm folklor nümunəsi kimi, həm adət-ənənəsi kimi, ən başlıcası gen kimi. Nənə babaları danışdırardılar, sanki bir müsahibə alardılar. O bayramın çeşidləri barədə ayrıca Elyaz Yekənli danışacaq. Ona görə bəzi mənbələrdə nar, farslar da keçirdir coğrafiyada. Təbii ki, biz Novruz keçirdiksə ətrafımızda olan millətlər də, filanlar da keçirdilər. Narduqan adı da verilən belə bayram da var. Elə Naxçıvanda da çox yerdə Narduqan deyirlər. Narla başlayır. Amma qarpız mütləq olmalıdır. Açığı mən əslim Güney Azərbaycandandır. Bildiyiniz kimi qəzet yaranandan 99-cu ildən həmişə Güney Azərbaycanla bağlı öz ah-naləmizi, planlarımızı, istəklərimizi dilə gətirmişik. Elə bu kanalda da bütün güneyli siyasilər də bilirsiniz, bu xaricdə olan, hətta Güney Azərbaycan özündə yaşayan siyasilər zaman-zaman bizə məlumatlar verirlər, müsahibələr verirlər. Amma təxminən 10 il qabaq bir dostumuz mənə dedi ki, qarpız almışam, gəl çiləni qeyd edək. Dedim, nə qarpız, qışın bu vaxtı, çilə nədir? Məlumatım yox imiş. O hər dəfə yadıma düşəndə xəcalət çəkirəm. O vaxt elə internet yox idi, elə güclü internet yox idi. Güney Azərbaycandan bu Instagram falan açılmamışdı. Onlardan belə çıxışlar falanlar görmürdük. Tamam başqa cür düşünürdük ki, orada insanlar baskı altındadır. O insanlar orada dəhşətli bir şeydədir. Bu gördük, o Təbrizin ortasında, bura Azərbaycanın qədim şəhəri, daha doğrusu Tehranın ortasında. Milli geyimdə qızlarımız çıxır, çəkir. Deyir, bura Azərbaycanın qədim şəhəri Tehrandır. Heç kim də heç demir, baxdıq gördük, yox, heç də elə deyilikmiş. Futbola baxdıq, çünki qabaq heç onun videosunu görmək olmurdu və bu qədər bildiyimiz adam o deyəndə ki, gəl çilə, dedim, nə çətir, bəs sən bilmirsən. Sonra, məndən sonra danışacaq, Elyaz Yekənli də bir dəfə dedi, artıq biraz məlumatım var idi. Dedim, bu bir qarpız, deyir, qarpız mütləq olmalıdır. Nar olmasa da olar başqa, nar həmişə olur, onsuz da tapmaq olur. May ayına qədər istəsən o qurumuş narı saxlaya bilirsən. Sonra da olur, amma maydan sonra ehtiyac olmur, təzələrinə ehtiyac olur. Amma qarpız mütləq olmalıdır. Qarpız İran coğrafiyasında, qışda da qarpız yetişir az qala. Ona görə onu saxlayırlar, nə bilim, otların içində, zirzəmidə, ya quyuda, torpağın altında saxlayırlar ki, xarab olmasın. Məhz belə bir gündə hamı yığışsın. Bəzən çox qarpız tapmayanda bir qarpız bir ailədə varsa deyir, gəlin, bizdə var. Hamı gəlir ondan dadımaq üçün. Ola bilər də hər şeyin var, dükanlarda yoxdur, ya çox bahadır. Qonum qonşu ola bilər, o necə ki, bəzən 7-8 qonşu bir tonqal qalır, hamısı yığışır başına. Bax, o qarpız da o simvolu, o rəmzi daşıyır. Bayram haqqında da indi Elyaz Yekənli danışacaq, istəyərdim onu da dinləyəsiniz və bəyənəsiniz, bu bayramın daha çox təbliğ olunması üçün çalışasınız. Sağ olun, var olun, Elyazı dinləyək.
sevimli izləyicilərimiz, 2025'dəyiz. 2025'in son ayı. Son ayına denk gəlmişik. Bir 10 gündən sonra yeni yıla girəcəyik. Yəni milad ilə. Ancaq oraya keçmədən öncə aralığın 21'i nə deməkdir? Hər yıl, yəni günəş ilində Çilə gecəsi. Çilə gecəsi nə deməkdir? Çilə gecəsini özəlliklə Səbuhi Rəhimli mediasında anlatacağıq. Ben açıqlayacağım. Sayın Səbuhi bəy o burcuların üzərindən yola çıxacaq. Çillə gecəsinin bilgəsi nədir? Çillə gecəsində nələr olurdu? Nələr yapardıq Türk ellərimiz? Özəlliklə bugün Türkiyəmizdə biraz unutulsa da ancaq Qars, Iğdır, Ərdihanda unutulmamış. Keçənlərdə də bir 10 gün bundan öncə getdim Azərbaycan Dərnəyinə. Azərbaycan Dərnəyinin başkanı Sayın Səfər Qaraqoyunluya anlattım. Sayın Səfər Qaraqoyunlu bilirsiniz Iğdır, Kars o yörədəndir. Özəlliklə Azərbaycanlılarımız hər zaman başına toplayır. Yəni o dərnəkdə böyle etkinliklər olur. Bir atasözü ilə yola çıxdım. Yəni böyle bu yığmalar, yığıncaqlar olur. Özəlliklə şölənlərimiz olur. Bu ildə yenə də biz Türkiyədə, Kadıköydə Çillə gecəsini kutlayacağıq. Çillə gecəniz kutlu olsun. Çillə gecəsi nə deməkdir? Açıqlayıram. Sayın Səbuhi bəy, siz də anlatacaqsınız, siz də bana bu konuda yardımcı olacaqsınız. Ok atan burcu. Ok atan burcu indi deyə bilərik ki, bugün ayın 19'udur tam olarak. Ok atan burcundan keçəcəyi Oğlaq burcuna. Ok atan burcundan Oğlaq burcuna keçdiyimizdə Çillə gecəsi oluyor. Bakın her şey birbirinin üstüne gelmiş. Niye ok atan? Bak ok çileden çıktı. Tamam. Dartır uzanır. Ona göre ki Çillə gecəsi her yılın en uzun gecəsidir. Bu belə. Sonra Çillə gecəsinin ok atan burcundan çıktığımızda Oğlaq burcuna girdiğimizde. Bakın Türk geleneklerinde, göreneklerinde Şəngülü Məngülünün nağılı vardı. Geçi getmiş burnuzunda ot gətirəcək, süt gətirəcək, Şəngülü balam, Məngülü balam. Bakın bunlar yani her birisi birbirinden uyum sağlayan bir yani varlıqdır, ədəbiyyatımızdır, əkinimizdir, söz dağarcığımızdır. Özellikle Çillə böyle belki 4-5 anlamı vardı. Bak bir Çillə gecəsində neler olur? Çünkü hiçbir ulusun, hiçbir milletin, hiçbir budunun gecə bayramı yoktur. Bu bizim gecə bayramımızdır. Bütün gələnəklərimiz, görənəklərimiz birazdan sonra onları ben açıklayacağım. O Çillə gecəsində neler olur? Çilə demək yani bir üzüntü. Yani su çilə çıxsın. Sonra çilləniz kutlu olsun. Yani böyle o niye çilə deyirlər kutlu olsun. Ama su çilə çıxsın, çilləniz kutlu olsun. Çünkü bir bayram olacaq. O çiləni çıxartmaq üçün o üzüntüləri. Çünkü bakın insan oğlu yani özellikle Türkler əkindən əl çəkmiş, əkini yığışdırmış, sonra əkini əkmiş, daha artıq qar yağmağa başlayır. Bu bizim iklimimizdən dolayıdır. Yəni yani mevsim olduğu üçün yaz açarı, yay axarı, güz soları. Tamam bakın biz güz solarının sonundayıq. Güz nə deməkdir? Güz payız deməkdir. Güz sonunun, son ayının tam olarak sonundayıq. Sonra
nə gələcək? Qış donarı gələcək. O qış donarı başladığında don gəlir. Daha artıq yerə don gələcək, qar yağacaq, sular don bağlayacaq, donacaq. O yüzden böyle bir bu çilə gecəsini nə türlü o çiləni çıxartsınlar və çiləni kutlasınlar. Onda da nələr olacaq? Baxın, keçmişdə. Çünki qar var. Bölgəmiz qarlıqdır. Böyle boran var, şaxta var. Odun yaran kim, odun kəsən kim, daha artıq təndir yandıran kim, ocaq yandıran kim, sonra ocaqdan, təndirdən sonra o közü çıxardıb gətirib kürsü qoyulub. Kürsünün 4 tovu olur, tamam, o tovunda otururlar hər 3 kişi. Kürsülərdən böyüyü də var, kiçiyi də var. Bəlkə elə kürsü vardır ki, onun başında 20 adam da otura bilər, 15 adam da otura bilər. Sonra o kürsü yorganı olur. Özellikle o kürsü yorganın üstünde çillə gecəsində nə var? Birinci, nar. Çünkü nar əskidən nar ağacı Azərbaycanda, Türklərin yurtluğunda olan bir ağaçdır. Ondan dolayı da buna Nardoğan bayramı da söylüyorlar. Nardoğan bayramı nədir? Yəni yenə də ilin ən uzun gecəsinə dən gəldiyi üçün ona Nardoğan da demək olur. Sonra bu çillə axşamında nələr olur? Ocaq başında, kürsü başında quru yemiş, yaş yemiş. Quru yemiş ki, bildiyiniz ki, badam içidir, cəviz içidir. Bütün o quru yemişlər ki vardır. Yaş yemiş nədir? Meyvələrdir. Özellikle onun yanında iki önemli meyve vardı. Birisi nardır, birisi de sonra qarpız gələndən sonra qarpız da kəsirlər. Qarpız da daha artıq o öykülərə qarışır. Qarpızın üzərində nələr olur böyle kəsirlər. Sonra bir şənlik edirlər. Sonra dədələr, nənələr nə edir? O gecədə öykülər anlatırlar, nağıllar anlatırlar. Elə nağıllar var idi ki, baxın, çünki qış donarı gəldiyində 2 dənə böyük çillə vardır. Birisi 40 gün, birisi 20 gün. Böyük çillə, kiçik çillə. Böyük çillə olduğunda, böyük çillədə bəlkə 40 gün gecə gündüz o dədələr, o nənələr, o dastanlar söylüyorlar, ondan sonra öykülər anlatırlar, nağıllar deyirlər ki, onların uşaqları, yaxınları əziyyət çəkməsin. Çünki elə şaxta gəlirdi, ondan sonra qar boran qapını alırdı. Bəlkə günlər olurdu ki, yollar açılmırdı, heç bir yerə getmək olmurdu. Ancaq o nağıllar, o atasözlər, o gözəlliklər, o gözəlləmələr, o gəraylılar, o qoşmalar daha artıq o insanın ürəyini açırdı. Onlar da böyle bir şeylerden yola çıxırdılar. Çünki çillənin gəldiyi üçün Türklər nə edirdi? Bütün qavurması evindəydi, sonra taxıl evindədir. Meyvəsi, quru yemişi, yaş yemişi, hər bir şey. Üzümləri, milaqları böyle aşağıda evlər olurdu, böyük. Orada asırdılar, orada saxlayırdılar. Daha artıq heç bir şey olmaz idi. Ya bu qış belə ağır da gəlsəydi, yəni bu qış bayram, yaz bayramı olduğunda yenə qışın belə bir uzantısı olsaydı, yəni Türklər 4 ay evdə də otursaydı heç bir şey olmayacaqdı, heç bir şey bitməyəcək. Ancaq bu yalnız yetmirdi. Bunun yanında nə var idi? Bunun bir yanında söz dağarcığımız var idi. O çillə gecəsinin öyküləri idi. O öyküləri dədələrimiz, nənələrimiz, o ənkələrimiz bunları anlatırdı. Anlattığında ya onlar da çox moral verici idi. Öncədən bax bəlkə
indi modern okullar 100 ildir çıxmış. Yəni ondan öncə okul da yox idi. Ancaq onların nağılları, onların öyküləri, bütün gələnəklərimizi, görənəklərimizi anlattığında elə düşünürəm ki, o kürsünün başı bir bilim yurduydu, bir universitet idi. O nənəni, dədəni onlara qulaq asırdı, onlardan sözləri öyrənirdi, öyküləri öyrənirdi. İndi qalmışdı evdən evə dəyişirdi. Ailəsi var idi, o evdə ozan var idi. Yəni o ozanların üzərindən çıxırdı yola. Qoşmaları anlatırdı, sonra neydi, sazı anlatırdı, sonra oxumaqları anlatırdı. Ancaq o evdəki ozan olmasaydı, orada ancaq nağıl var idi. Yəni nağılsız, öyküsüz ev yox idi. Bir deyərdilər öncədən bir söz aç. Yəni nağıl da başarmasaydı bir söz açardı. Böyle keçmişdə belə oldu. Neydi? 3-cü babamız hardan gəldi, haraya getdi, nələr belə söz açardılar. Daha artıq o uşaqlara moral versin. Bu axşam da özəlliklə 20-dən 21-ə keçən gecə Çillə gecəsidir. Çillə gecəniz kutlu olsun. Daha artıq yenə də Sayın Sabahı və bunların üzərində yenə də siz belə bir bilgilər sunacaqsınız, burcuları danışacaqsınız. Ok atan burcundan Oğlaq burcuna keçirik. Oğlaq burcu da tam olaraq böyle qışın nağıllarıdır. O Şəhriyar Heydər babasında da vardı. Deyir ki, qut gəlib keçinin şəngülünü, məngülünü yiyəndə daha artıq o keçi nəyə bənzərir? Keçi o koruyucudur. Orada daha artıq nənələrimizdir, dədələrimizdir. Daha artıq o uşaqları borandan, şaxtadan, sonra soyuqdan onları qoruyur. Çünki odun olmasa, evdə yiyəcək olmasa, onların moral verməsə, yəni evin içərisində yiyəcək də olsa, ancaq o qışda yəni yol bağlanırdı. İnsanlar bunalıma girəcək. Bunalıma girdiyi üçün sonra o nənələr o sözləri açırdı, öyküləri anlatırdı. Daha artıq qorxmayın, bu böyük çillə çıxandan sonra kiçik çillə olacaq. Çünki kiçik çillədə başladığında nədir? Bayram ayıdır. Bayram ayının da özünün bir gələnəkləri vardı. O yel çarşambəsi, su çarşambəsi, topraq çarşambəsi gəlir. Sonra yaz bayramını, Oğuz bayramını kutlayırıq. Bunlar bir-birinə toxunmuş bir gələnəklər, görənəklərdir. Bunların üzərində bunları anlattım. Ancaq amac nədir? Çünki Səbuhi bəy demişdi ki, mən yəni belə bir konuyu da açıqlayım. Biz çalışacağız. Kuzey Azərbaycanda da, özəlliklə bu Güney Azərbaycanda hər il kutlanır. Yəni bu gecə bayramıdır. Yəni 3 ay ondan sonra da yaz bayramı olacaq. O da 13 gündür. Yəni çöl bayramı olur. Ondan sonra bayramdır. Ancaq bu Çillə gecəsi gecə bayramıdır. Yəni hər kəs yığışardı. Bir gecə birinə qonaq gedərdi. Orada o ənkələrimiz bir söz açardı, nağıl deyərdi, öykülər anlatardı. Qavırğa, ondan sonra nə deyim, quru yemiş, yaş yemiş, qovurma, hər bir şey gəlirdi kürsünün başına, ocağın başına, dəyişirdi. Desə ki, hər evdə kürsü var idi, bəlkə birisi kürsünü istəmirdi, ancaq ocaq var idi. Ocaq olmasaydı, bir evdə təndir var idi. Təndir olmasaydı, ağac sobası var idi. Ağac sobası olmasaydı, birində kürsü var idi. Yəni biz bunları hər açıdan belə biz bunları dəyərləndirməliyik. Çox böyük bir gələnək, böyük bir görənəkdir. Özəlliklə biz çalışdıq. Yəni bir Güney Azərbaycanda bu şu anda kutlanmaqdadır. Şənlik gecəsidir. Özəlliklə Naxçıvan bölgəsində də vardı. Biraz Kuzey Azərbaycanda çoxları unutmuşlar. Çünki arxa-arxaya 4 il mən Kuzey Azərbaycanda olduğumda da Səbuhi bəydə anlattım, dedim belə bir Çillə gecə vardı. Bu Naxçıvan bölgəsində, bizim olan bölgədə, Təbrizdə, bugün Güney Azərbaycanda. Özəlliklə bu ildə Türkiyəyə gəldiyimdə Qars, Iğdır, Ardahan, Çıldır bunların yerlilərindən sorduğumda daha artıq onlar da dedi ki,
Biz də bu bayramı kutlayırıq, bu çillə gecəsini kutlayırıq. Siz də gəlin bir araya, yarın da gedəcəyik. Sabah axşam bir araya gələcəyik. Orada Qars, Ağdır, Ərdəhan, Quzey Azərbaycanımızdan Azərbaycanın ünlü oyuncusu Məlahət xanım da gələcək oraya. Bütün gələnəkləri, görənəkləri, hər şeyi sərgiləyəcək, hər şeyi ortaya qoyacağıq. Yenə də Sayın Səbuhi bəy, o burcuların üzərində, yəni mən burculara keçmirəm, çünki ölçümü bilən birisiyəm. Ancaq izin versəz az da, yəni Oxatan burcundan Oğlaq burcuna girməkdə bunda bir yarar vardı. Yəni özəlliklə yalnız oturmasınlar. Çünki siz bilirsiniz, siz bana bu konuda da yardımcı olacaqsınız. Çünki o gecə hər kəs yalnız oturduğunda belə bunalıma girir, uğursuz olur. Gərək bir yerə gəlsinlər. Yəni qardaşınız, bacınız, yaxınlarınız vardı. Bir qarpız alıb götürüb bir yerə yığışarsınız. Küskün olsanız barışarsınız. Ondan dolayıdır. Siz də bunun üzərində bilgilər sunun. Daha artıq mən ona o konuyu anlatmayacağım. O sizə kalsın deyə. İstərseniz də anlata da bilərəm. Yəni insanın o gecə çox etkiləyir. Ona görə ki, Oğlaq burcunda insan gərək biraz konuşkan olmalıdır, biraz dışarıya açılmalıdır, paylaşmalıdır, o sözlər yəni içəridə qalmasın. Çünki insan oğlu söz danışdığında böyle biraz yüngülləşir, insanlara da fayda verir. Çünki suskun insanlar zərər verəndir. Çünki konuşkan insanlar bilgini paylaşır, bilgi verir, insanları bilgiləndirir. Buna görə ki, çillə gecəsində yalnız oturmayın, bir araya gəlin, o şənlik gecəsidir, o üzüntüyü aradan qaldıracaq, daha artıq o çilə bir çilə bayramına dönüşəcək, daha artıq insanlara uğur verəcək. Sayın Səbuhi bəy, siz də Oxatan burcundan nə türlü Oğlaq burcuna keçəcək, nə türlü insan oğluna, nə türlü bir birəyə, yəni bütün budurumuza, elimizə, yəni deyə bilərik, halkımıza nə qədər yararlıdır, onları da siz açıqlayacaqsınız. Yenə də bizdən ayrılmayın, çilləniz kutlu olsun, hər gününüz bayram olsun. Böyle bir kış donarında bir araya gəlin, nağılları anlatın, çünki o anlatmaqda yarar vardır. Hər nə qədər ataların sözlərini dilə gətirdiyinizdə, o qədər də insanoğlunun moralında, tinində, qan dolaşımında böyük etki bağışlayır. Çünki niyə? Siz ataların genini daşıyırsınız, o genini daşıdığınız üçün onların sözlərini siz yaşatmalısınız. Oturun, bəlkə eyləsi vardı ki 30 ildir, 20 ildir, heç bir o nağılları unutub gedibdir. Amma o gecədə bütün birisi olsa, deyin, nağıllardan anlatın, öykülərdən anlatın, birisi qopuz çalsın, havaları dinləyin, böyle hər türlü. Amma yetər ki bir araya gəlin.